Salam əziz izləyicilər. Bugünkü qonağımız hamının efirlərdən tanıdığı Nigar Fərhaddır. Nigar xanım, sizə hamı efirdən tanıyır. Maraqlıdır. Nigar Fərhad əslində kimdir? Xoş gördük Famil. Proyektin çox gözəldir. Təbrik edirəm. Çox kalitelidir, keyfiyyətlidir. Uğurlar olsun. Minnətdaram. Nigar Fərhad iş xanımı və zəhmətkeş bir qızdır. Çox bəsit məncə belə. Yəni bu qədər iki cümlələ ifadə edir. Bəli. Çox. Çünki mən həqiqətən həyatda tanıyanlar bilər ki, çox sadə, sadə biri. Yəni real həyatdakınla efirlərdə görülən Nigar xanım fərqlidir yoxsa necə? Çox. Yerlə göy qədər. Mən ümumiyyətlə özümə bəzən efirdə baxanda deyirəm, özümdən qorxuram. Mən niyə belə zəhmli, niyə belə sanki özümdən, özüm efirə baxıram və özümə baxanda mən o mən deyiləm düşünürəm. Çünki mən olduğum kimiyəm və anidən hirslənirəm, anidən od püskürürəm. Fikirlərim ürəyimə gələn dilimdədir və heç vaxt maska taxmıram deyə o mənim aqressiv anlarım belə yayımlananda, o mənəm orada, amma o 1-3 saniyəlik mənəm. Əslində o mən çox belə ürəyi açıq, dostpərəst, dost canlı, nə bilim, yox. Elə bir aqressiv görünürəm mən kənardan, amma əsla elə deyil. Əvvəllər verilişlərdə ekspert kimi çıxırdınız, amma bir müddət sonra nədənsə aparıcı olmaq qərarına gəldiniz. Bu qərar nə ilə bağlı idi, maraqlıdır? Ekspert, ümumiyyətlə, bütün ekspertlər bunu çox gözəl bilir. Ekspert aparıcının verilişinin, reytinginin artması üçün istifadə olunan tooldur, belə deyək, obyektdir. Əfsuslar olsun. Zamanında ekspert kimi çox istifadə olundum və buna çox peşmanam. Peşmanam ki, ümumiyyətlə ekspert olmuşam. Çünki onda televiziya sektorunda o qədər də belə hər şeyi bilən və anlayan deyildim və mən düşünürdüm ki, insan düz olanda gözəldir də, insan düzdür, dürüst insanlar yəni sevilir, dürüst insanlar, əsas odur, düz ol, mərd ol, düz ol. Sonra anladım ki, bəzən heç sənin dürüst olmağa heç kəsin ehtiyacı da yoxdur. Sadəcə lazımdır ki, sən orada danışasan, orada öz dünyanda düz olasan, amma başqalarına reyting verəsən. Və artıq ekspert olmaq istəmədim. Ümumiyyətlə, televiziya sektorunda indi anlayıram ki, özünə biraz çəki düzən verməlisən və maska taxmalısan. Vəbşi, ümumiyyətlə, dürüst insanlar sevilməzlər. Yəni, nə baxımdan belə bir qərara gəlmişsiniz? Çünki sosial şəbəkələrdə baxıram, özümü bəzən keçirim o TikTokdan, mənim də istəməm əməkdaşlarım var, mənim də bu sosial şəbəkələrə nəzarət edən bir komandam var. Mənə deyirlər, Nigar xanım, baxın, sizin haqqınızda filan rəyi yazıblar. Araşdırmışıq, filan adama zamanında, vaxtında uşağı xəstə idi, kömək olmuşdunuz. Baxın bu rəy, adamın üstünə klikləyirəm, Instagramında girirəm, görürəm, zamanında nə qədər ona bir dəstək çıxmışam. Ümumiyyətlə, mənim bir verilişimdə kontekstdən çıxarılan bir hissə var idi, atasız qızı oğluma almaram deyə bir hissə var idi. Əslində onun önü tamamilə bir başqa idi. Önündə mən tam başqa bir şey demişdim ki, elə qızlar var ki, onlar ümumiyyətlə evdə və həyatlarında atasının olmağını istəmirlər və çox azad ruhludular və kişi məhfumunu öz həyatlarında qəbul eləmirlər, yəni kişini saymırlar. Bizdə dədə-babadan görmüşük ki, ata var, qardaş var və s. Kişini, yəni bir oğlum olardısa, mənim oğlumu kişi yerinə qoymayan bir qız, hansı ki, ilk öncə öz atasına hörmət qoymayıb, ata istəməyib, yazıq ata yaşayır, sadəcə ata varlığına hörmət eləməyib. Belə bir qızı mən o məna ilə demişdim ki, oğlumu almazdım. Elə düşünmüşdüm, nə oğul var ortada, nə bir şeyə ümumiyyətlə fikir bildirmişdim. O kəsilib paylaşılmışdı və o paylaşılandan sonra oradakı o rəylər, ümumiyyətlə o dönəmdə məni tanıyanlar belə məni qınadılar. Atasız qıza iş vermişəm, atası yoxdur deyə. Demişəm ki, gəl çörəyi qazan, atan yoxdur, mənim də atam yoxdur. Mən istəyirəm ki, sənin çörəyin olsun, o atasızlıq nədir, mən ağır çəkirəm. Gəl sənin çörəyin olsun. Baxırdım xəbərlərdə həmin postu bəyənirdi. Dəli olurdu. Və təbii sözüm ona elə gəlir ki,
Hə, o mənim SMM bir komandam var, hansılar ki, bunu araşdırırlar, görürlər və göstərirlər mənə ki, buyur Nigar xanım, yəni əslində sən olan və sənə olan davranış. Nigar xanım, çox gözəl bir nüansa toxundunuz. Bu sosial şəbəkələrdə sizinlə bağlı yazılanlar, rəylər maraqlıdır. Yəni sizin fikirləriniz niyə belə müzakirə olunur, niyə belə qınanılır? Yəni insanların sizə qarşı olan bir aqressiyasının səbəbi nədir? Mən deməzdim ki, hamı aqressivdir. Yox, müəyyən kəsim bir müəyyən kütlə bir var. kütlə var ki, müəyyən bir kütlə var ki, ümumiyyətlə aqressivdir. Yəni yaxşılıq eləsən bu insana belə, nə vaxtsa yaxşılıq eləsən yenə aqressivdir. Amma müəyyən də bir kütlə var ki, onları o qədər çox sevirəm həqiqətən. Nə olur olsun, o qədər sevgilərini bəyan edirlər. O qədər yanımdadılar, mənim insanlarımdılar. Və sabahsı gün Allah eləməmiş kimi qapımı döyərlərsə yanındayam mütləq. Amma bəli, var elə bir kütlə ki, onlar durduqları yerdə prosta aqressiya sərgiləyirlər və ola bilsin ki, məndə olan o cəsarət ki, mən düşündüyümü rahat şəkildə izah edirəm, rahat şəkildə fikrimi, dürüstlüyün tərəfdarıyam. Ola bilsin ondan irəli gəlir ki, o insanlar potensial olaraq məni artıq təhdid kimi görürlər. Çünki əgər həyatda üzbəüz gəlsəydilər və qüsurlarını mən görsəydim, yəni ki, birbaşa bunu üzlərinə deyəcəydim deyə avtomatik bu psixologiyada da var. Artıq səni təhdid kimi algılayırlar və aqressiya sərgiləməyə başlayırlar. Mən şəxsən çox sevirəm uğurlu insanları, çox sevirəm fikirlərini tam şəkildə izah edən, öz mövqeləri olan, belə deyək, öz fikirlərini heç nədən və heç nədən çəkinməyərək, öz fikirlərini rahat şəkildə, yəni qınanılmaqdan qorxmayan insanları sevirəm. Çünki mən bilirəm ki, mənim elə bu çıxışda da qınanılacağam. Və bundan görsən çəkinmirəm, fikrimi yenə də izah edirəm. Sevirəm güclü adamları. Hər halda cəsarətinizi alqışlayırıq. Maraqlıdır, verilişlərdə dediniz ki, sosial verilişlərə indiki ağlım olsaydı çıxmazdım. Bəli. Verilişlərə sizcə ekspert kimi kimlər çağırılmalıdır, kimlər danışmalıdır? Bəzən görürük də, siz də rastlaşırsınız. Tutaq ki, hansısa bir müğənnidir, ailəsi yoxdur, bir neçə dəfə ailə həyatı qurub və yaxud da nə bilim kimlənsə qeyri-rəsmi münasibəti var, hətta evlad dünyaya gətirib, amma çıxır bu adam açıq-aşkar efirdən ailə dəyərlərindən danışır, müəyyən belə necə deyirəm, mədəni, əxlaqi fikirlər səsləndirir. Buna münasibətiniz necədir? Çox pis, çünki mən özüm də bu cəmiyyənin içindəyəm və hamını da çox yaxşı tanıyıram. Bax, var elə insanlar ki, mənim kitabımda qəti surətdə özünü göstərmək yoxdur. Yəni misal üçün mənim çox gözəl, yəni 16 yaşında bir qızım var. Allah saxlasın. Sağ ol. Oxuyur, yəni toyla, nişanla, xınayaqdı ilə, nigahla, kəbinlə ailə qurmuşam və dünyaya bir övlad gətirmişəm, amma mən heç vaxt bu haqqda çıxıb sinəmə döyüb görsən, məsəl üçün sən dostumsan, jurnalistsən, amma sən belə mənim şəxsi həyatımı tam bilə bilmərsən, düzdür? Və heç vaxt mən durub ailə dəyəri nədir çox gözəl bilirəm və necə də lazımdırsa bunu bilirəm, amma mən heç vaxt durub bu haqqda ailə belə olmalıdır, ailə elə olmalıdır, ailə elə olmalıdır. Biz heç vaxt o qədər tamam deyilik ki, kiməsə məsləhət verək. Amma bariz ədalətsizlik görürüksə, kiminsə kiməsə yanaşmasına, bəli müdaxilə edib fikir bildirə bilərik. Və qaldı ki, o efirə gəlib əslində o mövzudan bixəbər olub və onun əksini real həyatda yaşayan birinin gəlib kiməsə məsləhət verməsinə çox bərbad baxıram. Mən özüm də aparıcı olmuşam. Mənim də qulağımda mikrofon olub. Mən də kimsə tanımışam ki, misal üçün durub elə şou sərgiləyib, sadəcə canlı yayında demişəm ki, yəni mən bu ədalətsizliyi götürməyəcəm, bu hissəni kəsək çıxardaq. Çünki mən çox gözəl bilirəm ki, bu insan o haqda bixəbərdir. Amma bugünün gündə çox gözəl ekspertlərimiz var. Aydındır. Nigar xanım, bax, tanıdığımız jurnalistlərdən, müəyyən insanlardan sizin etdiyiniz xeyirxahlıqlardan, yaxşılıqlardan da eşitmişəm, nə yalan deyim. Amma maraqlıdır, bu xeyirxahlıqların, bu yaxşılığın və yaxud da sizin dediyiniz efirdən kənar Nigar Fərhadovdan əlavə olaraq insanlar bəzən sizin çıxışlarınızı müzakirə edirlər. Və bu çıxışlarınızdan biri sizin o təhsil, ali təhsilinizlə bağlıdır. Hansı ki, qeyd eləmişsiniz, Harvardda təhsil almısınız. Bilmirəm, müəyyən o ixtisas artırma kursu idi və yaxud da ki, tam ali təhsil idi. Niyə bu məsələ gündəmə gəldi? Siz necə düşünürsünüz? Ümumiyyətlə yaxşı ki, gündəmə elə təhsillə gəlmişəm. Başqa hər hansısa bir mövzuna şükür Allaha gəlməmişəm. Kiminsə ailəsini dağıt, nə bilim, kiminsə Allah eləməmiş kimi həyat yoldaşına ərdir, nə bilim ki, görsən də populyardır. Və ya kiməsə nəsə bir pisliklə gündəmə gəlməmişəm. Təhsildən
təhsil sektoru ilə gündəmə gəlmişəm və mənim öz şirkətim də təhsil sektoru ilə məşğuldur. Gözəl, bu yapışdı mənə, bəyəndim bunu. Harvard Universitetində sertifikasiya proqramına keçmişəm və bəzi insanlar orada yazırlar ki, orayları oxuram. Ay $25-adır, ay $13-adır, ay nə bilim nədir. O qədər, yəni bunu bilsən necə qəbul edirəm? Fikir bildirimmi acaba? Çünki görünür ki, bu insana fikir bildirmək çox olar. Çox gələr, çox dəyər verirlər. Diqqətim çox qısıtlı bir zamanımda bu insana diqqət yetirərəmsə, bu artıq elə doğrudan mənə yaraşmaz. Düz il yarım mən oxumuşam və il yarım əziyyət çəkmişəm və hətta mənim Instagramımda da orada bir hissə var. Gecələr oxuyurdum, qiymətlərimi alırdım, sevinirdim. 93, 95, 98 imtahanlara çətin gəlirdi. Hamısını gecə-gündüz mən bölüşürdüm öz izləyicilərimlə və çox qürur duyurdum ki, yəni mən təhsil savadı çox sevən bir insanam. İndi hansısa bir müəyyən bir kütlə bu universitetin adını yaza bilməyən bəzi insanlar bunu müzakirə edirsə, təbii buyursunlar. Tanınan insanı hamı müzakirə eləyəcək. Mən bunu tanınmaq istəyəndə göz aldım. Hansı ixtisas idi bu, Nigar xanım? Salesforce sertifikasiya proqramı. Salesforce hələ ki bizə çox da belə gəlməyib, amma var müəyyən şirkətlər ki, Salesforce-dan istifadə edirlər. Nigar xanım, maraqlıdır. Bax, qeyd elədiniz, sizin şirkətiniz var, sahibkar bir xanımsınız. Xaricdə təhsil də eyni zamanda viza ilə bağlı sizə müraciət edirlər. Necə olur efirdə olan Nigar xanım, tanınmış iş adamı? Bunlar ikisi bir arada necə baş verir? Necə çatdırırsınız? Çox çətin, Famil, dəhşətli dərəcədə çətin. Adətən iş, çəkiliş, yəni mənə bu asan gəlmir, yox. Sual budursa necə çatdırıram, heç özüm də bilmirəm. Bəzən səhər oyanıram. Yəni mənim əylənmə deyə bir dünyam yoxdur. Rəfiqələrimlə çıxım oturum, bu dünya mənim üçün yoxdur. Dostlarımla bir restorana gedim, bəzən ad günlər olur. Çox yaxın dostlarımdır, deyirəm, bağışla. Yəni alınmır, gələ bilmirəm. Yəni mənim ancaq iş, ev, çəkiliş, iş, ev, çəkiliş və bu 3-4-cü yer yoxdur ki, mən gedəm. Çatdıra bilmirəm. Bəs bu standart həyat tərzi sizin üçün sıxıcı olmur ki? Artıq sıxıcı. Bu son dönəmlərdə mən artıq oturdum evdə, ailəmlə müzakirə etdim. Dedim, mən artıq çox sıxılıram. Mən bir həftə sadəcə yatmaq istəyirəm. Bir həftə başımı qoyum, otağın qapısını döyməsinlər. Yatım, oyanım, təzən yenə yatım, durum. Yatmağa o qədər ehtiyacım var ki. Çox yorğunam, dəhşətli dərəcədə. Sümüklərimə qədər, qəlbimə qədər, ruhuma qədər yorğunluğumu bu dəqiqə hiss edirəm. Nə gözəl. Nigar xanım, qeyd elədiniz ki, efirdə tamam başqa bir Nigar Fərhaddır, amma real həyatda tamam başqa. Maraqlıdır çoxsuna ki, Nigar Fərhad özü bir ana kimi, bir övlad kimi, necə bir insandır? Ana kimi mən daha çox rəfiqəyəm, amma yeri gələrsə artıq mənim kriteriyalarıma, mənim o sinirlərim var ki, o sınırlara mənim qızım biraz keçmək düşünərsə, orada artıq mənim o efirdəki sərt simam geri bərpa olur. Mən qızımı dəhşətli dərəcədə çox qoruyuram və hətta dünən bir hekayə çəkmişdim, amma onu paylaşmadım. Gördüm çox aqressivəm, amma mənim də əsəbim 5 dəqiqə sonra soyuyur axı. Fikirləşdim onu paylaşacağam, 5 dəqiqə sonra soyuyacaq əsəbim, gedib baxacağam yenə ki, yenə bax Nigar, yenə aqressiv hissələrimi paylaşmısan. Mən ümumiyyətlə yaxşı insanam, pis insan deyiləm. Amma mənim qızıma hansısa bir oğlan yaxın durarsa, hansısa bir oğlan baxarsa, nə bilim, hansısa bir oğlan bir kəlmə deyərsə, mən dünyanın ən pis yırtıcısına çevrilərəm. Mən dünyanın ən pis insanına çevrilərəm. Mən sınır tanımaram ki, mən nəyə qadir olaram. Çünki mənim üçün mənim qızım, mənim alanımda, mənə məxsus, mənim zəhmətlə qəpik-qəpik yığıb, ofisiant işləyib xaricdə, onun bunun qarşısına yemək gətirib, 1000 dənə söz götürən, üzərimə hətta yeməyi çırpıblar ki, bu niyə isti deyil, halbuki bunu şef hazırlayır, onu hazırlayan mən olmuram. Mən elə zülmlərlə, yırtılmış ayaqqabı ilə 18 saat günə işləyib, 21 gün istirahət günü götürməmək şərti ilə işləyib, onu elə böyütmüşəm, oxutmuşam. Və mənim qızıma kimsə yaxınlaşar və kimsə nəsə söz deyər ki, mən bunu normal
sözlərə aid eləmirəm. Yəni artıq niyyətlə, art niyyətlə. Bəlkə də bu bəşəriyyət elə bir yırtıcı görməyib. Çünki o mənim üçün müqəddəsdir. O mənim üçün müzakirə obyekti deyil. Onu heç kəs müzakirə edə bilməz. Ona heç kəs yaxın gələ bilməz atasından başqa. Bəs tövsiyələriniz nələr olur övladınıza? Mən ona həmişə deyirəm ki, bax 21 yaşına qədər ancaq oxu. Ancaq təhsil al, sadəcə fokuslan təhsili və hətta mənim qızım məndən bəzən deyir ki, məsəl üçün nəyisə ehtiyacı var, nəsə almaq istəyir. Mənə bəs pul verərsən, deyirəm sən pul istəyirsənsə, mən sənə o pulu verərəm, problem deyil. Amma gəl zəhmət olmasa bir işin qulpundan yapış. Misal üçün bax ingilis dilini tərtəmiz bilir, Amerika vətəndaşıdır. Deyirəm ki, bax ingilis dilin sənin ana dilin kimidir də. Gəl otur, ingilis dilini dərs keç. Otur bax uşaqlara, yığım sənə uşaqlar başına, ödənişsiz uşaqları yığım, gəl otur onlara dərs keçkinə. İşləməyi öyrən, əziyyəti öyrən. Yəni mən ona pul belə verirəmsə, ona mütləq öyrədirəm ki, bu pulu qazanmaq asan deyil. Sabahsı gün mənim başıma bir şey gələndən sonra, atamın başına Allah eləməmiş kimi bizim başımıza bir şey gələndən sonra sən nə edəcəksən? Mən istəmirəm ki, hansısa kişi desin ki, mən ona nəsə eləmişəm. Bunu mənə heç kəs demədi bu həyatda. Heç kəs. Bir nəfər belə çıxıb demədi ki, Nigar Fərhada bax 100 manat xeyrimdə idi. Heç bir insan onu eləyə bilmədi bu həyatda. Mənə də övladı elə böyütmək lazımdır ki, övlad sabahsı günü özü öz ayağının üstündə dayansın. Özü özünün o mədəsini özü doldursun. Onu həmişə mən belə loru dillə bütün qadınlara çatdırıram və öz qızın başda olmağını deyirəm. O mədən ki, sənin çəkir o yeməyi, nəfsivi tətmin etməyi özün bacara bilmirsənsə, Nigar Fərhadın qızıyam deyə bilmərsən. Çünki Nigar Fərhad üçün müqəddəs bir amil var. Qızı və özü üçün eləməsi. Aydındır. Bəs övlad kimi siz necə övlad olmusunuz valideynləriniz üçün? Çox, 3 övladın arasından bəlkə də ən непослушный sözə qulaq asmayan mənəm. Hələ də. Mənim anam deyir ki, bu 3 uşaq arasından ən seçilənisənsən. Mənim valideynlərim daha öncə əvvəllər mən uşaq olanda deyirdilər get həkim ol. Həkimlər bəs nüfuzda olur və s. Hələ də bu təbii həkimlər çox nüfuzludur. Nə bilim, Nigar dalaşma heç kəslə. Mənim yadıma gəlir ki, mən Rusiyada təhsil alırdım və orada bir erməni bizim bayrağımıza söz dedi. Və mən hardasa 8-ci sinifdə idim. Mən də qızı götürdüm çölə, çıxartdım, apardım məktəbin arxasına. Orada da Sibir idi, qar hər tərəf. Qızı o qədər döydüm ki, o qədər döydüm bunu. Hirsimi ondan o qədər çıxartdım. Bu da məni vurdu. Mən də bunu vurdum. Bir qız eləm, hələ mənim burada çapığım var. Bu çapıq o vaxtdan da qalıb. Və o vəziyyətdə üstüm başdım qan. Getdim evə. Elə mən evə girəndə mənim anam dedi ki, atan səni gözləyir. Dedim, əla, bitdim mən. Yaxınlaşdım ataya, dedim, ata bilirəm. Elə bildim ki, mənə nəsə eləyəcək. Mənə dedi ki, nə baş verib? Amma mən bilirəm artıq ata bilir hər şeyi. Dedim, ata bəs bizim bayrağımıza söz demişdilər. Mən sən yalan deməyəcəm, mən də qızı döydüm. Qız da məni döydü. Sonra mən döydüm. Dedi, bir dedi, nə dedilər? Dedim, bayrağımıza söz demişdilər. Dedi, sən neynədin? Əsas o da döydün. Dedim, hə, döydüm. Dedi, sən. O gündən etibarən mən başa düşdüm ki, məni daha çox anlayan ümumiyyətlə bu həyatımda atam olub. Ona görə mən atasız qızlara heç bir şey deməzdim zaten. Lap yaxşı. Nigar xanım, bir də maraqlıdır və son yekun sualım bundan ibarət ki, aparıcılardan kimləri təqdir edirsiniz? Kimlərin apardığı efiri bəyənirsiniz? Kimlər ki, aparıcıdır, onların efirinə ümumiyyətlə baxmaq istəmirsiniz? Elə bir adlar varmı? Çəkə bilərsiniz? Adları çəkə bilərəm. Mən çox bəyənirəm, dəhşətli dərəcədə çox bəyənirəm Tarix Əliyevi. Çox bəyənirəm İsanı. İsa Şükürova. Çox bəyənirəm Xoşqədəm xanımı da, Zauru da bəyənirəm. Aparmaları çox qəşəngdir. Zaur, rəngə-rəngə aparan Zauru çox bəyənirəm. Mən hamısını bəyənirəm, amma var eləsi ki, mən onun verilişinə heç vaxt. Yəni, mən aparıcıyam və mən baxıram ki, yəni, bu dəqiqə əlində çox gözəl bir material var, niyə bundan istifadə eləmirsən və ya bu nə materialı bunu işləyirsən axı, bir aparıcı
artıq var elə bir aparıcılar. Açığa bilərsiniz. Bax, dürüst olduğumu bilirsən, düzdür. Mən dürüst bir insanam. Həqiqətən o qızın adını bilə bilmirəm. Sarı saç bir qızdır. Və mən onun adını həqiqətən də bilmirəm. Efirlərdə, xəbərlərdə belə görürəm, bəzi xəbərlərdə çıxır. Baxın bu kimdir? Yəni bilirəm aparıcıdır. Amma bilə bilmirəm adı nədir. Onu öyrənəcəm, mütləq onu sənə deyəcəm. Mütləq bölüş. Yəni var, hə var. Və onu bəyənə bilmirəm də. Yəni aparıcı deyildi o mənə. Aydındır. Nigar xanım, çox sağ olun, dəvətimizi qəbul edərdiniz, gəldiniz. Dəyərli vaxtınızı ayırdınız. Minnətdaram sizə. Mən sizə minnətdaram dəvət üçün. Sağ olun.